Mürəkkəb feillər ya defislər yazılar, ya aralı yazılar. Amma 4 dənəsi var ki, bitişik yazılır. Hansı sözlərdir? Bu da bizləşmək. Xoşhallanmaq, bəli, xoşhallanmaq. Bir xoş, bir də hal sözlər. Görürsünüz 2 dənə söz var. Xudahafizləşmək. Xudahafizləşmək. İstiotlamaq. Bəli, xuda, bir də hafiz sözləri. İstiotlamaq. İsti, bir də ot sözü, bir də sağollaşmaq. Sağollaşmaq. Burada da sağ, bir də ol sözləri. Yenə deyirəm, normalda mürəkkəb feillər ya ayrı yazılır, ya da ki, defislə yazılır. Amma bu 4 dənə mürəkkəb feil istisnadır ki, bunlar bitişik yazılır. Yaxşı mı ay dostlar? Bəli, müəllim. Orada kitabda məsələn ola bilər yazacaq ki, hərəkət bildirən feil buradadır, iş bildirən feil buradadır. Onlar sizə gərəkli deyil. Bizə nə lazımdır? Feillər şəxsə və kəmiyyətə bölünməsinə görə 2 yerə bölünür. Var təsriflənən feillər, var təsriflənməyən feillər. Biz bugün keçəcəyik təsriflənən feilləri. Təkrarən deyirəm, şəxsə və kəmiyyətə görə dəyişməsinə görə 2 yerə bölünəcək. Var təsriflənən, var təsriflənməyən. İndi şəxsə və kəmiyyətə də necə dəyişir, onu öyrədəcəm. Feilin təsriflənən növlərinə daxildir feilin şəkilləri, daxildir feilin növləri. Bu şəkillər də özü 6 yerə bölünür. 3, 4, 5, 6. Qrammatik məna növləri də özü 6 yerə bölünür. 2, 3, 4, 5, 6. Demək, təsriflənənlər də 2 yerə bölündü. Var şəkilləri, var növləri. İkisi də feilin təsriflənən formasıdır. Şəkilləri hansı şəkildir? Arzu, lazım, vacib, xəbər axırda yazıram. Şərt. Nə qaldı? Arzu, əmir, bir də xəbər. Yenilən deyirəm, 6 dənə şəkli var. Arzu şəkli, lazım şəkli, vacib şəkli, şərt şəkli, əmir şəkli, bir də xəbər şəkli. 6 dənə də növü var. Məlum növ, Məchul növ. Bu dəfə qayıdış düşüb. Qayıdış. Ən asanı düşüb, yenə şükür. Asandı düşüb. Digəri. Hə, qayıdış asandır. Neydi? Kitablar rəfə yığıldı. Bu məsələn, bilsən kitab başqası tərəfindən yığılır da. Məlum, məchul, qayıdış, şəxsiz. Qarşılıq bircəlik. İcbar, bir də qarşılıq birgəlik. İcbar, bir də Qarşılıq birgəlik. Bu da oldu feilin qrammatik məna növləri. İndi tək-tək qarşısından necə seçmək lazımsa, necə seçəcəksə onu öyrədəcəm. Birinci başlayırıq şəkilçilərini deməyə. Yadınızda saxlayın, şəkillərin şəkilçisi hamısı qrammatik olacaq. Bax, yazıram. Qrammatik şəkilçidir. Yaxşımı? Yəni, sözün mənasını dəyişməyəcək. Qrammatik şəkilçidir. Başlayaq, amma bunu buradan pis yazın. Niyə? Çünki qabağına şəkilçisini yazmalıyım. Başlayaq arzu şəklinin şəkilçisindən. Arzu şəklinin şəkilçisi elə özünün baş hərfi ilə başlayır. A, Ə şəkilçisi arzu şəklinin şəkilçisidir. Lazım şəklinin şəkilçisi ası, əsi. Vacib şəklinin şəkilçisi malı, məli. Şərt şəklinin şəkilçisi sa, sə. Əmr şəklinin şəkilçisi yoxdur, indi onu izah eləyəcəm. Xəbər şəkilçisi, xəbər isə zamanlarla tapacaq. Yazıram, keçmiş. Zamanlarda 2 yerə bölünəcək. Keçmiş, indiki, bir də gələcək. İndi tək-tək bunu deyəcəm. Yazdım. Arzu şəklinin şəkilçisi A, Ə. Lazım şəklinin şəkilçisi ası, əsi. Vacib şəklin şəkilçisi malı, məli, şərtin şəkilçisi sa, sə,
Əmr şəklinin şəkilçisi yoxdur. Xəbər şəklini isə zamanlara görə tapırıq. İndi başlayaq arzu şəklindən. Dedim ki, arzu şəklinin şəkilçisi oldu nə? A, Ə. İndi gəlin bir dənə yazmaq feilini götürək. Yazmaq. Şəkillərə görə dəyişək. Sözün kökü nədir? Yaz. İndi bax, şəxsə görə dəyişmək bilirsiniz nədir? Qarşıdan mən, sən artırmaq. Mən, yaz, a, bir də m. Mən yazam. Sən, Yazasın. yaz, a, san. Bax, mən yazam. Sən yazasan. O, Yazsın. yaz, a. O yazar. Biz yazaq. Yaz, yenə a. Bir dənə də şəxs onluğu q. Siz yaz, a, sınız. Onlar yazarlar. Yaz, a-lar. Aydındır. Bax, A-Ə şəkilçisini gördünüz. Mən yazam, sən yazasan, o yazar. Biz yazaq, siz yazasınız, onlar yazarlar. Məsələn, mən gedəm, sən gedəsən, o gedər. Biz gedək, siz gedəsiniz, onlar gedərlər. Aydındır. Bəli. Bu oldu arzu şəkli. İkinci nə yazmışdım, sıra yadından çıxdı. Lazım. Lazım. Lazım şəklinin şəkilçisi dedim nədir? Asıl. İndi yazmaqda yenə dəyişək. Mən Yazasıyam. Mən yazasıyam. Yaz Asıyam. Mən yazasıyam. Sen yazasısın. Yazasısan. Məsələn, o yazasıdır. Yazasıdır. Biz yazasıyıq. Onlar yazasıdırlar. Yəni əsas şəkilçisini görürük. Aydındır? Bəli. Aha. Sonra yazdım nə? Vacib şəkil. Vacib. Vacib şəklin şəkilçisi Malı mən. Sayət xanım, yazmaq feilini dəyişək indi malıya görə. Mən yazasıyam. Yox, malıya görə dəyişək. Yazmalıyam. Aha. Mən yazmalıyam. Sən. Sən yazmalısan. Aha. O yazmalıdır. Yox, biz. Biz yazmalıyıq. Siz yazmalısınız. Onlar yazmalıdırlar. Yazmalıdırlar. Aydındır, şəkilçisini görürük, dəyişirik. Var şərt şəklinin şəkilçisi. Şərtin də dedim nədir? Sağ ol. İndi məsələn, mən necə olacaq? Yazsın. Sağ. Yazsam. Sən yazsan. Yazsan. O O yazsa. yazsa. Bəli, biz yazsaq. Yazsan. Siz yazsanız. Onlar yazsalar. Onlar yazsalar. Aydındır. Gəldik əmr şəklinə. Dedim ki, əmr şəklinin Xüsusi şəkilçisi yoxdur. xüsusi bir şəkilçisi yoxdur. İndi mən yaxşı şəkilçisi yoxdur. Mən bilirəm ki, bu feil əmr şəklindədir. Burada heç bir şəkilçi artırmırıq. Sadəcə şəxs onluğu gətiririk. Bax, biz özümüzü yazırıq. Mən yaz. Necə olar? Yazım. Yazım. Bax, mən yazım. Sən Yazım. Sen yaz. yaz. O yazsın. Sanki əmr verirsən də, bəli. O yazsın. Biz yazaq. Siz yazın. Onlar yazsınlar. Yazsınlar. Sanki əmr verirsən. Bax, məsələn, getmək feilini deyirəm. Mən gedim. Gedim. Sən get. Get. O getsin. Getsin. Biz gedək. Gedər. Siz gedin. Gedər. Onlar Gedin. getsinlər. Aydındır. Bəli, mən. Bir dənə qaldı Xəbər. xəbər şəkli. Xəbər şəklində dedim necə tapırıq? Zamanlarla. Zamanla.